Bu iki tövsiyə nədir? Uzatmıram vaxtınızı, almıram, müqəddimə çox idi, qısaltdım. Bu iki cümlə budur, bunu həmişəlik yadınızda saxlayın, xüsusən gənclərimiz. Ağsaqqallarımız da bilir, yadlarında olsun ki, gənclərə nəsihət eləyəndə bunu deyə bilərlər. Çünki bu mənim sözüm deyil, bu bir ömür alimlərin mütaliəsinin nəticəsidir. Bir cümlə kişiyə deyəsi olsaq, nə deməli? Kişiyə bu tövsiyə olunur ki, xanımınla mehriban davran, ona məhəbbət göstər. Bu bir cümlə. Bu kişiyə ən mühüm tövsiyə budur. Kişinin qadın müqabilində ən vacib vəzifəsi nədir? Kişinin qadına qarşı məhəbbət göstərib mehriban olması və bu çox çətin məsələdir. Asan məsələ deyil. Kişilər üçün çətindir. Vaxt olsa sübut eləyərik, yəni izah eləyərik bilməyənlər üçün ki, necə olur ki, çətindir. Kişilər buna əməl eləmir ki, 100 dənə bəla başlarına açılır, ailə dağılır, övlad tərbiyəsinə mənfi təsir qoyur. Bu bir dənə cümləyə əməl eləmədiyinə görə. Kişi qulağında sırğı eləsin ki, qadına qarşı məhəbbət göstərməlidir, zahirən və mərhəmətli davranmalıdır. Təkcə ürəkdə yox, məhəbbəti izhar eləməlidir, bildirməlidir, ifadə eləməlidir. Kişilərin ya qüruru yol vermir buna, kişilərin qüruru yol vermir və yaxud da kişi anlamır ki, məhəbbəti ifadə eləmək lazımdır. Anlamır. Çünki baxır özünə, kişinin axı ehtiyacı yoxdur ona dəqiqədə desinlər, səni sevirəm. Kişinin buna ehtiyacı yoxdur. Özü ilə ölçür, deyir, axı, nədir dəqiqə başı deyim? Başa düşmür. Başa düşmür ki, sən beləsən, onun ehtiyacı var ona. Kişi özü ilə ölçür qadını, ona görə deyir ki, hər gün mənə desinlər, üzr istəyirəm bu sözlərə görə də, mövzu bu belə. Hər gün mənə məhəbbət ifadə eləsinlər, nəyə lazımdır axı bu? Başa düşmür ki, ona lazımdır. Qadınların ruhiyyəsi fərqlidir, fərqli ruhiyyədir. 100 min manatlıq hədiyyə alasan ona, o öz yerində, o öz yerində. Amma bu bir cümlə ondan çox ləzzət eləyir, ona çox xoşdur, ona daha çox zövq verir. Qadın aram olur bu sözü eşidəndə. Hiss eləyəndə ki, onu sevirlər, aram olur. Həyat yoldaşı sevir. Və onu ifadə elədikcə onun ruhunda aramlıq yaranır. Bunlar hamısı elmi, psixoloji mövzulardır. Təkcə buna dini mövzu kimi yanaşmayın. Qadın hiss eləsin ki, kişinin ona qarşı məhəbbəti var, bu məhəbbəti ifadə eləsin kişi. Aldığı şey hədiyyə alanda o məhəbbəti ifadə eləsin, onun zövqünə uyğun bir şey alsın. Məsələn, desin, sən hansı, nə istəyirsən, gedirlər bazara, dükana, arvaddan qorxmaq deyil, bizdə həsətilə arvaddan qorxan deyil, hər şeyin adını belə qoymayaq. Bu, qadına məhəbbət göstərməkdir. İmam Hüseyin əleyhissalamın evinə gəlirlər, görürlər ki, bəzəkli pərdə vurub da qapıya, pəncərəyə. İmamlar da xata idi də, peşman idilər məsələn, bir dənə biraz qeyri-standart nəsə, o saat ariflər gəlirdi, dırnaq arası zahidlər. Başladılar imamların nəsihət eləməyə. İndi də var ya, belə adamlar hamını güdürdü, o alimdir, ona yaraşmaz filan paltarı giyinmək. Bu alimdir, ona yaraşmaz filan maşınında getmək. O alimdir, ona yaraşmaz filan şey eləmək. Hey, cəmaata nəsihət edirlər. İndi alimə deyir, peyğəmbərə, imama deyirdilər. Gəlirdi, irad tutur o saat İmam Hüseynə ki, bu nə pərdədə evindən asmışsan? Həzrət Əlinin evindəki pərdə sadə idi. Bu başa düşmür ki, Həzrət Əli xəlifə idi, dövrü də başqa dövr idi. İmam Hüseynin dövrü başqa dövrdür və İmam Hüseyin ictimai mövqeyi baxımından imam olmağına imamdır. Amma cəmiyyətin siyasi rəhbəri deyil də, yəni hüquqi baxımdan belə deyək. Amma imam bunu demir. Deyir ki, həyat yoldaşımın bu pərdədən xoşu gəlib, onu asmışam. Görürsən ki, onun zövqünə uyğunlaşdırır, məhəbbətinə görə məhəbbətini bu şəkildə ifadə edir. Bu şəkildə ifadə edir. Qadına edilən, diqqət üzməndə olsun, qadına edilən bir kilit açar tövsiyə nədən ibarətdir? O tövsiyə bundan ibarətdir ki, kişiyə bu tövsiyə olunur. Qadına məhəbbət göstər və mehriban davran. Bu prinsipə əməl elə.
Bəs qadına nə tövsiyə eləyək ki, bir cümlədə hər şey olsun? Ona da deyək məhəbbət göstər həyat yoldaşına. Təbii ki, xanımın həyat yoldaşına məhəbbəti olmalıdır. Amma bu ən mühüm tövsiyə deyil. Qadınlar təbii ki, həyat yoldaşını sevirlər. Amma ən vacib tövsiyə qadına bu deyil. Bəs nədir? Qadına da bir cümlə deyəsi olsa, xanımlar da var məclisdə eşitsinlər. Qadına bir cümlə ilə tövsiyə eləsək, deməli ki, həyat yoldaşına qarşı təvazökar ol. Bu da qadının tövsiyəsi. Kişinin qadından, kişinin psixoloji tipini müəyyən eləsək, kişinin istəyinin nədən ibarət olduğunu desək, kişinin bir istəyi var qadından ki, qadın onun müqabilində təvazökar olsun, qadının da bir istəyi var kişidən ki, kişi ona məhəbbət göstərsin. Bu iki qızıl cümlədir ki, buna ölənə qədər ailədə riayət olunsa, ailənin demək olar ki, bütün problemləri həll olunur. Amma buna əməl eləməkdə bir nə qədər şeylə mübarizə aparmalısan içində. Ona görə deyirəm, bu açardır, kilitdir. Qadınlardan soruşasan, indi hayküyü çox salıblar, qadın, kişi hüququ, qadın hüququ filan. Amma qadının özünü çəkəsən xəlvətə, qulağına deyəsən ki, xoşlayırsan ki, həyat yoldaşın sənə itaət eləsin, deyəcək, yox valla. Neynirəm o kişini ki, mənə itaət eləyəcək. Ola bilər müsahibə verəndə başqa söz desin. Amma ürəyinin sözünə baxsa, qadın olaraq, qadın kimliyinə müraciət eləsə, qadın istəmir ona itaət eləsinlər. Bu qadına xas xüsusiyyət deyil. Amma kişi xoşlayır. Ona görə yox ki, kişi xəstədir. Ona görə ki, kişidə Allah qüruru fərqli şəkildə yaradıb. Kişinin qürurunu qorumağından xoşu gəlir ki, həyat yoldaşı onun qürurunu qorusun. Qadının ən mühüm vəzifəsi həyatda, ailə həyatında, kişinin qürurunu qorumaqdır. Kişinin qürurunu saxlamaqdır. Qüruru sındırmamaqdır. Kişinin əsas vəzifəsi budur ki, qadına o qədər məhəbbət və mərhəmət göstərsin ki, uşaqlar da ibrət alsın, desinlər, ananın ürəyini sındırmaq cinayətdir. Bunu ata göstərməlidir. Anaya qarşı kobud söz demək cinayətdir. Ata o qədər məhəbbət göstərsin analarına. Qadın kişini çağıranda elə sözlərdən istifadə eləsin ki, orada təvazökarlıq var. Kişi qadını çağıranda elə sözlərdən istifadə eləsin ki, mən burada ailə dərsi demirik deyə, yəni dərs deyil, auditoriya deyil ki, başlayaq o ifadələrdə işlədə, biraz yaxşı çıxmır, ağsaqqallar var məclisdə. Yəni, amma bu elmi mövzu kimi mən bunları deyirəm. İndi bir kişi də məsələn bu təvazökarlıqdan sui-istifadə eləyəcək, təkəbbürlü eləyəcək, o xəstəlikdir, o istisnadır, o başqa məsələdir. Sui-istifadə hər şeydən ola bilər. Qadın kişini səsləyəndə elə tərzdə səsləsin ki, qürurunu qorusun, ehtiramını qorusun. Kişi qadını səsləyəndə elə səsləsin ki, hər sözündən məhəbbət ifadə olunsun. Kişi məhəbbətlə dolu sözdən istifadə eləsin, qadın ehtiramla dolu olan sözdən istifadə eləsin. Görürsən, biri girib evə qışqırır, bağırır, kişiliyin göstərir. Mən kişiyəm, yəni evdə mən gəlmişəm. Ha ki, qadına tövsiyə eləməli olsun, desən ki, bunu böyüklüyünü qoruyub, bu aram olsun sakin, bunun davası budur, bu böyüklük davası eləyir. Buna bir şey gəlmə, təvazökarlıq elə, söz dinən bir iki dənə, sən ağasan, sən, bunun xəstəliyi budur, bunun istədiyi budur. O saat aram olub, gedib oturacaq yerində. Buna sən göstərmirsən, bu da əsəbləşir ki, necə eləyim, axı mən kişiyəm, evdə gərək kişiliyimi göstərən, başlayır qışqırmaqla, bağırmaqla, göz ağartmaqla onu göstərmək. Sən elə əvvəldən ona təvazökarlıq elə ki, bu sakitləşsin, səni də başı ağırtmasın, geçsin, otursun, öz işləri ilə məşğul olsun. Kişinin xüsusiyyəti belədir. Üzr istəyirəm, kişi qadına deyə bilməz, mənim sultanım, nəyim. Heç qadının xoşu gəlməz o sözlərdən. Bu zarafat kimi qəbul oluna bilər. Qadın xoşlayır ki, ondan mehriban danışsınlar, ona məhəbbət göstərsinlər. Kişi buna fikir verməlidir, qızlar da elədir. Ailədə qız uşaq olanlar buna xüsusi fikir versinlər. Qıza deyirlər, məhəbbət Peyğəmbər buyurur ki, oğlandan daha çox məhəbbət göstərir. Qız ümumiyyətlə məhəbbətə çox ehtiyaclıdır.
Onun ürəyi tez sınır. Qadının ürəyi tez sınır. Kişi də bunu başa düşmür. Deyir, nə oldu? Buna öyle bir söz dedin. Adamın da öyle bu sözdən ürəyi sınar. Sən adam deyib ümumiləşdirmə. İki növ adam var. Bunu yaddan çıxartmayın. İki növ adam var. Bunu bir dəfəmlik bilək. Kişi növü var, qadın növü var. Kişinin ürəyi sınmaz denən bu sözdən. Sən özünlə onu müqayisə eləmə. Onu fərqli yaradıblar, səni fərqli. Sən demə, nə oldu elə hər sözdən bu inciyir? Sən gərək inciməyəsən kişisən, amma o gərək incisin qadındır. O inciməlidir. Onun ruhunun lətafəti, incəliyi, zərifliyi bundadır. Kişi ürək sındırmasın sözün qısası, qadın qürur sındırmasın. Bu ailənin iki təməl qaydasıdır.